Mayın 8-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və Askent şirkətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ana və uşaq sağlamlığı, mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konfrans keçirilib. İlk öncə konfrans iştirakçıları və rəsmi qonaqlar Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər. Sonra nümayəndə heyəti Heydər Əliyev mərkəzini ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin sərgilərlə və ekspozisiyalarla yaxından tanış olublar. Ana və uşaq sağlamlığı, mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Konfransın rəsmi açılış hissəsində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi əməkdar həkim Ceyhun Məmmədov Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilmiş islahatlardan danışıb. Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə daim geniş miqyaslı işlər görülür. Belə ki, son illərdə həyata keçirilmiş məqsəd yönlü tədbirlər sayəsində Azərbaycanda mama ginekologiya, ana və uşaqların sağlamlığının təmin edilməsi sahəsində tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilmiş, mama ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Çıxışının sonunda Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə tibbin müxtəlif aktual mövzularda keçirilən konfrans, konqres və elmi tədbirlər barədə ətraflı məlumat verib, konfransın işinə uğurlar arzu edərək hər kəsi sessiyalarda fəal iştirak etməyə, fikir və təkliflərini bölüşməyə təşviq edib. Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Xidməti Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, əməkdar həkim Rəşad Mahmudov və təbibin icraçı direktorunun müavini Araz Nəsirov çıxış ediblər. Məruzəçilər çıxışlarında ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, ana və uşaq sağlamlığının müdafiəsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açıblar. Həmçinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən bu konfransın mama ginekologiya, ana və uşaq sağlamlığı sahəsində müasir elmi yanaşmaların paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi və milli səhiyyə sistemində tətbiqi istiqamətində əhəmiyyətli bir platform olduğu vurğulanıb. Bugün Masallıda bizim üçün çox əziz, önəmli bir tədbirdir. Ulu Öndərin 102-ci anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ana və uşaq sağlamlığı mövzusunda beynəlxalq elmi konfrans keçiririk. Təşkilatçılar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsidir. Eyni zamanda bizə texniki dəstək Masallı rayon icra hakimiyyəti, təbib göstərirlər. Bizim üçün həqiqətən bu çox önəmli bir tədbirdir. Birinci növbədə ona görə ki, Ulu Öndərin xatirəsinə həsr olunubdur və bildiyiniz kimi ümummilli liderin bu səhiyyənin inkişafı ilə, müstəqil Azərbaycan səhiyyənin inkişafı ilə böyük bir rolu olubdur və təməlini qoyan o siyasətini indi dövlət rəhbərliyimizdə davam edir və bugün bizim Mərkəzi Gömrük Hospitalının
orada yüksək ixtisaslı mütəxəssislərin, həkimlərin, bizdə olan qabaqcıl təcrübə və nailiyyətləri yerli kolleqalarla bölüşməyə imkanları olacaq. Eyni zamanda bu konferansda Böyük Britaniya və Türkiyənin həkimləri də, nüfuzlu mütəxəssisləri də iştirak edirlər. Düşünürəm ki, bunun böyük bir faydası olacaq. Maraqlı müzakirələr, diskusiyalar olacaq və səbirsizliklə gözləyirik ki, bu tədbir baş versin. Tibb Xidmət İdarəsi uzun illər Azərbaycan əhalisi üçün bizim tərəfdaş əməkdaşlıq çərçivəsində həmin tədbirlər biz davamlı eləyirik. Bugün Masallı rayonunda, Masallı şəhərində böyük beynəlxalq bir konferans təşkil etmişik. Bizim xarici qonaqlarımız var, həm Böyük Britaniyadan, qonşu Türkiyə, qardaş Türkiyədən gəliblər və bu gün bütün gün ərzində çox vacib və aktual məsələləri müzakirə olunacaq ana və uşaq sağlamlığına dair. Bildiyiniz kimi Azərbaycanda bu sahədə ildən ilə həm dövlət sahəsində, həm özəl sektorunda, həm icbari tibbi sığortanın yolu ilə davamlı deməli inkişaf gedir. Eyni zamanda ən müasir texnologiyalar, ən müasir avadanlıq Azərbaycana gətirilibdir və sözsüz bu da ki, ana və uşaq sağlamlıq sahəsində böyük nailiyyətlərinə səbəb olmuşdur. Amma eyni zamanda dünyada olan təcrübəni Azərbaycana tətbiq etmək üçün də çox bir vacib bir məsələdir. Ona görə tək Bakıda yox, həm də regionda işləyən həkimlər üçün bu yeni məlumatları çatdırmaq, onları həmin gündəlik praktikanı tətbiq etmək üçün belə beynəlxalq konferansın xüsusi rolu var. Eyni zamanda həmin konferans Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunubdur və həkimlər üçün davamlı tibbi təhsil çərçivəsində də onların öz balları toplamaq üçün imkan verəcək. Bugünkü tədbir əlbəttə ki, həm ölkəmiz, həmçinin də dünya üçün aktual olan ana və uşaq sağlamlığına həsr olunub və bu tədbirin məhz Ulu Öndərin doğum gününə ərəfəsində həyata keçirilməsi də özlüyündə bir xüsusiyyət daşıyır. Çünki Ulu Öndər tərəfindən Azərbaycan xalqına miras buraxılmış bu gözəlliklərin, bu dəyərin, müzəffərliyin nəticəsidir ki, Azərbaycanın da bütün sahələrdə inkişaf gün-gündən daha da intensivləşir. Ən əsası da son illərdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının real nəticələrini biz görməkdəyik və bu siyasətin əsas subyektləri olan həkimlərimizin daha da dövrün tələblərinə uyğun bir şəkildə inkişaf etdirilməsi üçün davamlı tibb təhsili altında bu şəkildə tədbirlərin olması da çox vacib bir məsələdir. Bugün düşünürəm ki, bu tədbirə dəvət olunmuş istərsə Böyük Britaniya, istərsə Türkiyədən və eləcə də Azərbaycanımızın dəyərli elm adamlarının edəcəkləri məruzələrlə öz təcrübələrini yerli və bölgənin həkimlərini paylaşmaqla bundan sonra da ölkəmizdə həyata keçirilən siyasətə, səhiyyə siyasətinə dəstək və eləcə də həkimlərimizin səviyyəsinin artırılmasına kömək edəcək. Və bugünkü tədbirimiz də dövlət siyasətinin prioritet istiqamətlərindən olan ana və uşaq sağlamlığına həsr olunub və təbii ki, ana və uşaq sağlamlığı və mövcud problemlərə müasir baxış və bu aspektdən olan mövzuların müzakirəsi nəzərdə tutulub. Tədbirdə ümumilikdə müvafiq ixtisas həkimlərinin, ginekoloqların, neonatoloqların və pediatrların ümumilikdə 200-dən çox həkimin, mütəxəssisin iştirakı nəzərdə tutulmuşdur və dediyim kimi təbii ki, mövzular sırf ana və uşaq sağlamlığında hazırda mövcud olan problemlərə həsr olunub. Ben Profesör Doktor Melahat Atasever, Ankara'da yaşıyorum, Türkiye'de. Kadın hastalıkları ve doğum üzerine zaten ihtisasım o şekilde. Özellikle işte acil müdahaleler, doğumlar, bazı kadınların kanamalarında neler yapmaları lazım, nasıl müdahale etmeleri lazım. Çünkü burası biraz Bakü'ye uzaktır. Burada ilk yardımı neler yapmaları gerekir. Bu konuda onlara bildiklerimi, tecrübelerimi aktaracağım. Çox şadam ki, əhalinin ən sıx olduğu
rayonlarımızın biri Masallıda belə böyük bir tədbir keçirilir və təbibin də İcbari Tibbi Sığorta Dövlət Agentliyinin də hal-hazırda bu keçirilən islahatlarda ən prioritet istiqaməti ana-uşaq sağlamlığıdır. Bu baxımdan da bu tədbirin önəmi bizim üçün çox-çox əhəmiyyətlidir. Bugün ölkə xaricindən gələn xarici qonaqlar, xaricdəki Azərbaycanlı həkimlərin burada iştirak eləməyi bizim üçün çox-çox əlamətdardır. Və ümid edirəm ki, yerli həkimlər üçün də çox faydalı bir konferans keçəcək. Mən mama ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalının mama ginekologiya şöbə rəisi vəzifəsində çalışıram. Bu əsasən hamilələrin düzənsiz kontrolə gəlməmələrindən, həkimlərin təvsiyəsinə necə deyirlər, qulaq asmamasının əlaqəlidir. Əsas bizim elə konferansda da biz bunu vurğulayacağıq ki, həkim və pasiyent arasında sıx əlaqə olmalıdır, vizitləri vaxtı-vaxtında olmalıdır və həkim təvsiyəsinə ciddi şəkildə riayət etməlidir. Bu gün bizdə Masallı şəhərində ana və uşaq sağlamlığına aid böyük bir konferans keçirəcək. Konferans içərisində mən spiker kimi iştirak edirəm və bu konferansda biz kardiovaskulyar xəstəliklər, cərrahiyyə xəstəliklər, pediatriyan bəzi bölümlərin xəstəliklərini nəzərdən keçirəcəyik və son protokollara uyğun tövsiyələri göstərəcəyik. Biz bilirik ki, Ulu Öndər Heydər Əliyev hər zaman ana və uşaq sağlamlığına çox böyük bir önəm verirdi. Bizim qospitalda, Mərkəzi Gömrük Qospitalda bunun üçün bütün şəraitlər yaranmış və 0 yaşdan, doğulandan və 16 yaşa qədər uşaqlara həm müayinələr, həm check-uplar, həm lazımsa stasionar müalicə göstərilir. Bugünkü tədbirdə biz deməli ana və uşaqla deməli bu ana və uşaqlara təşkillən bir tədbirdir. Mən Gömrük Hospitala çox böyük minnətdarlığımı bildirirəm ki, onlar belə bir gözəl bir konferans keçirdilər. Hər dəfə bir konferans keçiriləndə bizi də çağırırlar. Deməli, mənim xüsusi marağım vaxtından əvvəl doğuşdu. Vaxtından əvvəl doğuş böyük bir problemdir. Həm mama ginekoloq üçün, həm də neonatoloqlar üçün və bugün mən bu deməli vaxtından əvvəl doğuşdan mən müarizəm olacaq. Mən ümidvaram ki, hamı üçün çox maraqlı olacaq. Qeyd edək ki, konferansda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konferansın hər bir iştirakçısına sertifikat təqdim edilib. Zakir Rəhimli, Allahverdi Cəfərli, Səs TV.